إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Demək, bizim silsilədə olan dərsimizdə Usul-u Sünnənin şərhidir. Sünnənin əsaslarının şərhi İmam Əhməd Rahiməhullahın. Və qısa olaraq təkrarlayaq. Gəlir ki, İmam Əhməd deyir ki, Usul-u Sünnə, yəni sünnənin əsasları bizdə nədir? Allah Rasulü sallallahu aleyhi və səlləmin əshabı nəyin üzərində olubsa, ondan bərk yapışmaq. Bidətləri tərk etmək və hər bir bidət zəlalətdir. Və onlarla mübahisə eləməyi tərk etmək və hava əhlinlə oturmağı da tərk etmək eyni zamanda onlarla mübahisə eləmək və dində olan müzakirə və münazirəni tərk etməkdir. Və həmçinin qeyd elədi şeyx ki, İmam Əhməd Rahimullah, sünnə bizə nədir? Allah Rasulü sallallahu aleyhi və səlləm əsərlər, yəni səhih olan hədislərdir. Və sonra deyir ki, sünnə Quranı təfsir edir və Quranın mənasıdır sünnə. Və sünnədə qiyas qəbul olunmur və ora ağılla misallar çəkilmir və nə ki ağılla dərk olunmursa hansı bir məsələ hədisdə həqiqətən nə olmalıdır? İttiba olmalıdır, havanı tərk etmək lazımdır. Və Allah Rasulü sallallahu aleyhi və səlləm hədisindən kim bir şey tərk eləyərsə, yəni onu qəbul etməsə və ona iman etmərsə, o sünnə əhlindən sayılmış olmaz. Və sonra qədərə iman haqqında keçdik. O haqda hədisləri təsdiqləmək, qəbul etmək. Sonra isə götürdük ki, qədər mövzusundakı hədislərə sadiq məsduq hədisi, hansı ki, Allah Subhanahu bizi yaradışda necə yaradıb, nütfədə və s. o mərhələlərdə. Bu hamısı insan ağlı dərk etməsə də belə ləbuddur ki, onu təslim olsun, ona iman etsin. Sonra isə bu məsələdə qədər mövzusunda heç kimlə mübahisə eləməmək, münazirə eləmək və hətta şeyx qeyd elədi ki, buradakı münazirə, yəni mübahisə eləmək elmini öyrənməmək və qədər haqqında danışmaq və Allahın görülmə haqqında, ya Quran haqqında, başqa mövzular haqqında danışmaq, yəni münazirə eləmək, müzakirə eləmək, bu qadağadır və məkruhdur. Və kim bunu edərsə, əhl-i sünnədən sayılmaz. Ta mübahisəni tərk etmədikcə və təslim olmadıqca. Və Allah Rasulü sallallahu aleyhi ve sellem sünnəsinə tam iman etmədikcə. Yəni, qısa olaraq nədir? Quran-ı Kərimdə və sünnədə qədər haqqında nə gəlirsə, ya Allahın Quranı kəlam olması haqqında, ya Allah Subhanahu görmək haqqında biz təslim etməliyik. Yəni, ittiba edib iman etməliyik. Və dedik ki, Quran nədir? Allahın kəlamıdır, məxluq deyil, əhl-i sünnənin etiqadındandır. Və kim bu məsələdə bidət eləyirsə, biz onlarla müzakirəni, münazirəni tərk etməliyik. Bu hamısı qısa olaraq danışan İmam Əhmədin sözləridir. Bax, hər bir sözdən sonra nə deyir? Münazirəni tərk etmək. Yəni, bu söhbətlərdə kimlərsə münazirə eləmək, mübahisə eləmək, tərk etmək lazımdır. Və ondan oturub durmamaq və s. gətirir. Və sonra şeyx gətirirdi ki, qiyamət günündə Allah Subhanahu görmək haqqında və sonra götürmüş ki, Allah Rasulü sallallahu aleyhi ve sellem Allah Subhanahu görüb, yoxsa görməyib məsələsi və ən üstün rəy odur ki, Allah Subhanahu heç kimi görməyib bu dünyada və eyni zamanda Allah Rasulü sallallahu aleyhi ve sellem varid olan hədislər ki, Allah Rasulü sallallahu aleyhi ve sellem görüb Allah Subhanahu nə ilə görüb? Qəlbi ilə görüb. Qəlbi ilə görüb, o mənadadır. Və sonra götürdük nə haqqında? Yəni, götürdük ki, hədislər hamısı bizdə zahirinə görədir. Necə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem gəlib. Və bu haqda danışma hamısı bidətdir. Və yenə şeyx deyir ki, bu mövzu haqqında münazirə etmək olmaz. Yəni, Allah Subhanahu görmək barəsində artıq bu məsələ dərinə gedib və münazirə eləmək, mübahisə eləmək, bu hamısı çəkinmək lazımdır. Hamısı bu sözləri İmam Əhmədin sözləridir. Sonra nə deyir? Qiyamət günündə mizana iman etmək, yəni qiyamət günü tərəzinin olması haqqında və hədisdə gətirdi ki, qiyamət günündə nədir? Qul tərəzidə çəkiləcək və başqa hədisdə gəlir ki, əməllər tərəziyə çəkiləcək və götürmüş kəti nədir? Ən üstün rəy odur ki, tərəzidə 3 dənə şey ölçüləcək, çəkiləcək. İnsan özü, əməllər, bir də səhifələr, əməl səhifələri. Və buna iman etib və təsdiq etməkdir. Sonra Allah Subhanahu öz qullarının qiyamət günündə danışacaq. Onunla və Allahla və qulun arasında heç bir tərcümə olmayacaq. Buna iman etib və təsdiqləməkdir. Və sonra isə götürdük
qiyamət günündə hovuzun olması insanların hovuza cəmləşməsidir. Bir gün ki, hovuzun sizin olacaq, artıq qəbir əzabı. Şeyh gətirir ki, vəl-iman bi'azabil qabr. Artıq hovuzdan sonra şeyh gətirir, İmam Əhməd rəhməhullah gətirir, nəyi? Qəbir əzabına iman etmək. Və maraqlı gəlir ki, sizin özünüzə gələ bilər ki, maraqlı ki, niyə görə qeyd edilir? Çünki biz iman etmişik yaxın. Əsl oldu ki, nəyə ehtiyac var bunu qeyd etməyə? Yəni, ümumən fərqi yoxdur. Əhl-i sünnə və cəmaət qədimdəki olan alimlər nəyisə qeyd eləyirsə, demək ki, bunu inkar edən var. Əhl-i sünnənin özündən bidət əhli bunu inkar edir. Qəbir əzabını inkar edirlər. Və qısa olaraq şərhi isə kimin götürmüş? Əhməd ibn Yəhyanın, Ən-Nəcminin götürmüş şərhini. Əhməd ibn Yəhya Ən-Nəcmi rahimehullah gətirir ki, qəbir əzabı onu Allahdan başqa heç kim bilmir. Yəni onun həqiqətini Allahdan başqa heç kim bilmir və oradakı ölən kəs, oradakı ağrının acısının dadması ya oradakı nemətin nemətlənməsini bu hamısı nədir? Allah Subhanahu başqa heç kim bunu bilmir. Və qəbr əzabı və içindəki olan nemətlər çoxlu naslarla, yəni açıq-aydın dəlillərlə varid olub. Və hətta şeyx deyir ki, mutavatir dərəcəsinə çatıb, amma nədir? Mutavatir deyil, mustafid, yəni çoxlu dərəcəsində, yəni çoxluluq dərəcəsinə çatıb. Və Qurandakı olan qəbir əzabına dəlil. Allah Subhanahu deyir ki, Ən-nəru yu'raduna aleyhə quduvu və əşiyyə. Nədir? Onlar, yəni cəhənnəm odu, yəni cəhənnəm yox, od. Cəhənnəm özür istəyirəm, cəhənnəm deyil, od. Od gecə-gündüz onlara ərz olunur. Və yevmə təqumu sə'atu ədxilu ələ fir'aun əşəddəl əzəb. Və Allah Subhanahu deyir ki, qiyamət saatı baş verdikdə isə Firavunun ailəsini daha şiddətli əzaba daxil edin. Ailə nə gəldi? Ən-nəru yu'raduna aleyhə quduvu vəl-əşiyyə. Od gecə-gündüz onlara ərz olunur. Yəni, yandırır onlar gecə-gündüz. Sonra nə gəlir? Və yevmə təqumus-sə'a. Qiyamət günü baş verdikdə isə, artıq nə deməkdir? Demək ki, qiyamət günü bax nə olmuşdu? Qəbir əzabı baş vermişdi onlara, yəni Firavun əhlinə. Ədxilu ələ firavunə əşəddəl əzəb. Firavun ailəsini daha şiddətli əzaba daxil etdirin. Nə göstərir artıq? Qəbir əzabının mövcud olması. Bu ayə ilə sabit olunur. Hədisdə isə gəlir, Ləulə əllə tudafinu lədəavtullahi ən yusmi'akum min azabil qabr mə əsmə. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, əgər siz dəfn olunmazsaydınız, Allaha dua edərdim ki, eşitdiyim əzab, qəbirdəki olan əzabları siz də eşidəsiniz. Əgər siz dəfn olunmazsaydınız, Allaha dua edərdim ki, mən eşitdiyim qəbir əzabını siz də eşidərdiniz. Bu nəyə göstərir? Göstərir ki, nədir? Qəbir əzabı var. Və həmçinin də başqa desə görə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, bir gün Nəbi sallallahu aleyhi ve sellem mərrə bi qabreyn. Allah Resulü sallallahu aleyhi ve sellem iki qəbrin yanına keçir. Fəqal innəhumə li yu'azzibani və mə yu'azzibani fi kəbir. Deyir, həqiqətən o iki kəs əzab çəkir. Və yüngül şeyə görə əzab çəkmir. Əksinə əzab çəkdiyi şeyə ağır bir şeyə görə əzab çəkirlər. Əmmə əhəduhumə fəkənə yəmşi bin nəmimə. Çox mühüm məsələdir. Deyir, onlardan biri nəmmamlıq edirdi. Yəni, insanlar arasında fitnə fəsad törətməsi üçün insanlara söz gəzdirir. Və əmməl əxar lə yetənəzzəhu minəl bəvul. O birisi qəbir sahibi isə ehtiyac ödədikdə, sidikdən qorunmazdı. Yəni, təmizlənməzdi. Thumma da'a bi ghusl şəcərəti əxdar. Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm yaşıl və nəm olan bir budaq əmr edir ki, gətirsinlər yanına. Və qarası alə kulli qəbrin vahidə. Belə iki yerə bölür, hər bir kəsi elə bir ki, hər yarısını bir qəbrə bastırır. Thumma qal la'allahu yukhaffaf anhu ma lam yaybəsə. Və bu ikisi qurumadıqca ola bilsin ki, onların əzabı yüngülləşsin. Və bu hədis bizə nə öyrədir? Öyrədir ki, qəbir əzabının sabit olması. Yeri gəlmişkən bir qeyd edeyim, bəzi bidət əhli gətirir ki, nədir?
qəbr əzabının, qəbr üstünə nəsə əkməyin icazəli olmasıdır. Bu hədisi gətirirlər. Ki, görürsünüz, Allah Resulü sallallahu aleyhi ve sellem nəsə əkdi. Şək yoxdur ki, bu düzgün deyil. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem vəhiy ilə nə dedi ki, onlar əzab çəkir. Əzabın qarşısını alması üçün vəhiy ilə o nədir? Onu edir. Bizə hansı bir vəhiy edib, ya biz hansı bir dəlillə edirik ki, yəni gülü əkmək, yaxşı, gülü əkmək hardan gəldi? Ya gülün üstünə qoymaq gəldi, hardan? Allah Resulü sallallahu aleyhi ve sellem budaq əkir. Sən onu eləmirsən axı. Və həmçinin də nemətlər haqqında. Yəni qəbirdən insan nemətlərindən nemətlənəcək. Necə ki, bu bərzəx həyat əhli haqqında gəlir ki, "Ənə ərvahəhum təkun fi xawas tayr xuda." Yəni ki, onların ruhları yaşıl quşların qarnında olacaq. "Təsrahu fil cənnə və tə'vi ilə qanadilə muallaqatin bil arş." Və deyir, onlar həmin o yaşıl quşun qarnının içində həmin o ruhlar cənnəti fırlanacaqlar, cənnəti gəzib dolaşacaqlar və hansı ki orada nədir? Asılmış qənadil, yəni işıq şeyləri də, hə, işıq şeylər hansı ki arşdan, ərşin üzərindən asılmışdı. Onlar bir sözlə ora onlar toplanacaqlar. Həmin o ərşin yanında toplanacaqlar. Həmin o ruhlar. Burada qəsd nədir? Artıq cənnət əhli olan, yəni hansı ki cənnət əhlindəndir və gözəl şəkildə ölüb və o nemətlərlə o cənnətdən inəcək, dəyib dolaşacaq onların ruhu. Və şeyx qeyd edir ki, Əhməd ibn Yəhya Ən-Nəcmi, bəziləri iddia edir ki, bu şey təsəvvür olunmur. Yəni qəbir əzabı ağılla təsəvvür olunmur və deyir ki, biz əgər araşdırsaq, dəqiqləşdirsək, girək baxaq qəbrə, görərək ki, orada nədir? Ancaq çürümüş bədəndir, ya sümüklər qalıb. Və orada heç bir şey nə nemətlər haqqında, nə də əzab haqqında görmərik. Orada həqiqi olaraq nədir? Bunu hiss eləməli və görməli. Və bu fikir deyənlər kimdir? Əhl-i-Sünnənin özündə olan Mu'təzilə əqidəsidir. Mu'təzilə əqidəsində olanlar bunlar deyir, bu şey deyirlər. Yəni inkar edirlər qəbir əzabı. Çünki girək baxaq, heç nə yoxdur. Və həmçinin bizim deyir ki, bizim əsrimizdə bəzi cəmaatlardan var. Deyir ki, necə ki, Cəmaat-ı Təhrir. Cəmaat-ı Təhrir biraz çox belə şiddətli olan cəmaatdır. Burada şeyx onu qeyd edir, bəzi hizblərdən üzərində qurulub, hansı ki, Təqvüddin Ən-Nəbhani tərəfindən Filistinlidir. Təqribi bu illərdə, təqribi 50 il ərzində olan məsələlərdəndir. Ya, sonra şeyx qeyd edir ki, elm əhli ixtilaf edib. Nədə? Əzab təkcə ruha olur, yoxsa cismə olur, yoxsa hər ikisinə. Və daha yaxın odur ki, hətta səhvimizə İbn Teymiyyə rahimehullah, İbn Hüseyn rahimehullah aqli vasitələri gətirir və daha yaxın odur ki, ruhla bədən ikisi də nədir? Əzab çəkir, ya da nimətlə nimətlənir. Sonra isə İmam Əhməd rahimehullah gətirir ki, ümmət qəbirdə imtihan olunacaq. Ümmət, yəni müsəlmanlar qəbirdə imtihan olunacaq və iman haqqında soruşulacaq, İslam haqqında soruşulacaq. Rəbbin kimdir? Peyğəmbər, elçin kimdir? Nəbin kimdir? Və ona münkər və nəkir gələcək. Münkər və nəkir. Kimdir münkər və nəkir? Mələklər. Və Allah Subhanahu taala istədiyi kimi gələcəklər və bunun üzərinə biz nə etməliyik? İman etməliyik və təsdiqləməliyik. Bu kimin sözüdür? İmam Əhməd rahimehullahın sözüdür. Sonra isə Şeyx Yəhya ibn Nəcmi rahimehullah qeyd edir, şərh edir ki, nəkir və münkərin Bəra ibn Azib hədisində varid olub. O da bildiyim qədər Səhih Buxaridə gəlməlidir. Ən azı Abu Davudda gəlir. Bildiyim qədər həmçinin Səhih Buxaridə gəlməlidir hədis. Hər bir halda insan öldükdə, dəfn olunduqda onun yanına iki mələk gəlir. İki mələk gəlir. Onlara nə deyir? Biri münkərdir, o birisi isə nəkirdir. Və onlar ondan soruşacaq. Mən Rabbuk və mə dinuk və mə həzə rəculəzi bu'ifə fikum. Və soruşulacaq ki, sənin Rəbbin kimdir? Dinin nədir? Və sizə göndərilən o kişi kim idir? Fəyəqul əl-mümin, mümin deyəcək ki, Allahu Rabbi vəl-İsləmu din və Muhammedun nəbiyyi. Və nədir? Rəbbim Allahdır, dinim İslamdır, elçim isə kim idi? Muhammed sallallahu aleyhi ve sellem. Fəyəquləni ləhu nəm qəd alimnə in kuntu ləmu'minə. Yat, artıq biz bilirik ki, sən nədir? İman etmişdim. Və yuftəhu ləhu bəbun ilən nər. Və onun üçün cəhənnəm odu qapısı açılacaq.
Və yuqalu ləh həzə mənzilük ləv kuntu kəfərtu. Deyir, əgər sən küfr etsəydi, bu sənin yerin olacaqdı. Thumma yuftahu lahu babun ila cənnə və yuqalu ləh həzə mənzilük qadan inşallah. Və onun üçün cənnət qapısı açılacaq və ona deyiləcək ki, bu da sabah, inşallah sabah sənin yerin olacaq. Yəni, qiyamət günü. Və yəqul, Rabbi aqimi-s-sa'a. Və nə deyir həmən qul? Deyir, Allahın qiyamət gününü tezləşdir. Yəni, tez qopsun qiyamət günü. Rabbi aqimi-s-sa'a 2 dəfə təkrarlayır. Əmməl kafir əvəl münafiq. Qaldı ki, kafirə ya münafiqə. Və yəqul, hə, lə ədri. Qaldı ki, münafiqə, kafirə. Nə deyəcək? Hə, bilmirəm. Baxın, çox mühüm məsələdir. Məgər münafiq ya kafir Allah haqqında xəbər yox idi? Ya İslam dini haqqında xəbər yox idi? Ya Peyğəmbər sallallahu əleyhi və səlləm haqqında xəbər yox idi? Var idi. Amma Allah subhanahu və təala ona izin verməyəcək. Çünki niyə görə? Çünki qəlbində etiqad etməmişdi və əməl etməmişdi. Baxmayaraq münafiq dildə demişdi. Dildə demişdi. Amma qəlbində etiqad olmadığı üçün və əməlləri ilə göstərmiş namazını. Namazını göstərmişdi, imanını göstərmişdi. Amma qəlbdəki olan etiqad olmadığı üçün onun heç bir faydası yoxdur. Ona görə hər bir kəs o sifətdən, o vəsifdən qorxmalıdır ki, mən qəbr əzabında onun halında ola bilərəm. Ona görə deyir, fəyəqul hə, lə ədri, deyir ki, nə deyir, bilmirəm. Səmiyyətlə nəsi yəqulun şeyəni fəqultuhu. Deyir, insanlar dediyi şey eşitdim və mən də onu təkrarlayırım. Vay bizim halımıza. Yəni, insanların təkrarladığına görə, insanlara təqrir etdiyimiz üçün, insanlar bunu etdiyi üçün mən edirəm. Yox. İnsan hər bir şəxs müstəqil iman etməlidir Allah subhanahu teala. Thumma yudrabu bimitraqa law duriba biha jabalun sarat turaba. Sonra isə həmin o kəsə çəkic zərbəsi ilə vurulacaq. Əgər o çəkic zərbəsi dağa vurulsaydı, dağ toza çevrilərdi. Toza çevrilərdi, torpağa çevrilərdi. Fəyəsihu sayhata yesma'u kullu man min xalqillah illa al-cin wal-ins. Və deyir ki, nədir? Allahın bütün məxluqatı o səsdən, yəni o zərbədən sonra güclü səs çıxardır. Cin və insandan başqa. Əgər cin və insan onu eşitsəydi, həmən o zərbədən sonra onun şeyi eşitsəydi, həlak olardılar. Və şeyx burada qeyd edir ki, bu nədir? Bu qəbir azabından olan bir parça idi və biz şək yoxdur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm sünnətindən iman edirik və təslim oluruq.